Salam, axşam xeyir əziz fermerlər. Deməli, nəyi paylaşmaq istəyirəm? Bu günləri artıq gəlib yanvarın axırına çatmışıq və bir ay qarşınızda həm qumat üçün bir ay vaxtımız qalıb, həm maye kükürt üçün. Yəni, mən tövsiyələrimdə də paylaşmışam. Bu günləri də mütləq şəkildə xatırlatma edirəm ki, kimin bağında əkin xətti hansısa mulçilama sistemində, yəni plastik neylon altındadırsa və yaxud üstü örtülü çiyələşmə parını kimi deyir. Fərqi yoxdur da, yəni meyvə istixanaları var. Bunların hamısında mütləq şəkildə maye kükürt istifadə olunmalıdır. Çünki maye kükürt yağışı əvəz edir. Yəni yağış təbiətdə qışda adətən intensiv yağışların yağmağı ancaq ona xidmət edir ki, yaz ayında meyvə tutumudur və s. və ilaxır bitkidə baş verən bioloji proseslər aşağı pH mühitində baş verən proseslərdir. Təbiət də bütün yağıntılarını qışda yağır ki, yazda həmin pH mühitini torpaqda əldə eləsin və məhsuldarlıq əldə edir. Bu günlərdə son aylarıdır, yanvar, fevral, marta qədər maye kükürt vermək lazım. Bütün örtüyü altı təsərrüfatların hamısı torpaqdan söhbət. Çiyələk əkinləri, kartof əkinləri, meyvə bağlar, örtüyü altında olan bağlar və yaxud da kök boğazı örtüyü altında olur. O tip bağların hamısında yağış suyu ilə məhdudiyyət yaratır. Yağış suyunun həmin əraziyə hopmasına, həmin ərazidə yağış suyunun yağmasının qarşısı məhdudlaşdırdığından torpağın həmin hissəsində pH yüksəlir və həm yazın tələbləri, yazda baş verən bioloji proseslərin ehtiyacı olan aşağı pH mühiti həmin torpaqlarda əldə oluna bilmir və məhsuldarlıq da sıxıntı yaranır. Söz yox, bir şəkildə əvvəldə bir məhsul göstərsə də ilin sonuna artıq bitkidə bir çox makro problemlər yaranır. Ona görə mütləq şəkildə diqqətə almaq lazımdır. Maye kükürt üçün artıq son aylardır. Eyni zamanda qumat da. Bildiyiniz kimi, izah elədiyim kimi, torpaqda təbiətin qış fəaliyyətlərinin yeganə məqsədi odur ki, yaz qabağı aşağı pH mühiti əldə edir. Kim qumat vermək istəyirsə, qumat üçün artıq fevral ayı son aydır. Mən həmişə tövsiyələrimdə deyirəm ki, mart, aprel, may ayında qumat qətiyyən təsərrüfatda bağlardan söhbət edirəm. Qətiyyən istifadə eləmək olmaz. Çünki qumat pH-ı yüksəldir və bu da meyvə tutumuna konkret ciddi təsir edir. Ona görə çalışmaq lazımdır, kim qumat verəcəksə, artıq fevral ayında məsələsini tamamlasın. Belə, yəni yolda beşarçılıqdan sizə bir dənə paylaşım hazırladım ki, faydalı olum sizə.